Hamıya salam. Bugün gündəlik həyatda bəlkə də fərqinə varmadan istifadə etdiyimiz verilənlər bazalarının pərdə arxasına nəzər salacağıq. Görək bu mürəkkəb sistemləri formalaşdıran təməl seçimlər hansılardır? Super, gəlin planımıza baxaq. Əvvəlcə bütün bunların niyə önəmli olduğunu danışacağım. Sonra 3 əsas dizayn qərarını bir-bir araşdıracağım. Məlumatlar yaddaşda yoxsa diskdə saxlanılsın. Sətir-sətir yoxsa sütun-sütun düzülsün. Və sonda bütün bunları güclü bir bənzətmə ilə yekunlaşdıracağım. Yaxşı, ilk sual. Bəlkə də özünüzə deyirsiniz ki, yaxşı, bu qədər texniki detal mənim nəyimə lazımdır. Əslində, proqram təminatı ilə məşğul olan hər kəs üçün bu təməl anlayışları bilmək həyati əhəmiyyət daşıyır. Gəlin görək niyə? Baxın, cavab bu sitatda gizlənib. Məsələ ondadır ki, bu fundamental prinsipləri öyrənmək bizə ortaq bir dil verir. Bu dil sayəsində biz daha yüksək səviyyəli sistemləri müzakirə edərkən hər dəfə sıfırdan başlamaq məcburiyyətində qalmırıq. Və beləliklə gəlib çatdıq ilk böyük yol ayrıcına. Hər bir verilənlər bazası dizaynerinin verməli olduğu ilk fundamental qərar. Məlumatlar əsasən harada saxlanılacaq? Yaddaşda yoxsa diskdə? Bu əslində sürət və təhlükəsizlik arasındakı o klassik seçimdir. Təsəvvür edin, bir tərəfdə ideyaları cəld-cəld yazmaq üçün bir yazı lövhəniz var, çox sürətlidir, amma silinən kimi və ya işıq sönən kimi hər şey itir. Məsələn, Redis kimi bazalar belə işləyir. O biri tərəfdə isə vacib sənədləri saxladığınız möhkəm bir dəmir dolab var. Bəlkə biraz ləngdir, amma məlumatlar həmişə təhlükəsizdir. PostgreSQL kimi ənənəvi bazalarda bu prinsipə əsaslanır. Deməli, başa düşdünüz də, bu ilk seçim hələ heç nəyə başlamamışdan sizi performans, xərc və məlumatların təhlükəsizliyi arasında bir balans qurmağa məcbur edir. Hər birinin öz yeri var. İndi isə gəlin mövzunun lap ürəyinə inək və görək bu seçimlər məlumatların fiziki olaraq necə düzülməsinə təsir edir. Sətir yönümlü yanaşmada bir obyektə aid nə qədər məlumat varsa, məsələn bir istifadəçinin profili, hamısı yaddaşda və ya diskdə bir blok kimi dalbadal saxlanılır. Baxın, burada əsas məsələ nədir? John haqqında hər şey, ID'si, adı, doğum tarixi, nömrəsi hamısı bir blok şəklində, dalbadal saxlanılır. John'un işi bitdi, keçdi simə, onun da bütün məlumatları bir yerdə. Bəs bu nə vaxt ideal işləyir? Əlbəttə ki, bir istifadəçinin bütün profilini bir dəfəyə çəkib gətirmək istəyəndə. Məsələn, kimsə sistemə daxil olur və siz onun bütün məlumatlarını göstərməlisiniz. Bir sorğu ilə bütün məlumatlar bir yerdə gəlir. Amma sütun yönümlü sistemdə məntiq tamamilə fərqlidir. Burada, məsələn, qiymət kimi konkret bir atributa aid bütün dəyərlər bir araya toplanır. İndi isə fərqə baxın, bu tamamilə başqa bir dünyadır. Burada bütün səhm simvolları bir yerdə yığılıb. Bütün tarixlər öz qrupunda, bütün qiymətlər isə öz qrupunda. Bu yanaşma analitika üçün sadəcə möhtəşəmdir. Düşünün, milyonlarla səhm qeydi var və sizə sadəcə ortalama qiyməti hesablamaq lazımdır. Verilənlər bazası ağıllı davranır, gedib ancaq qiymət sütununu oxuyur, qalan hər şey isə demək olar ki, toxunmur. Bu inanılmaz vaxt qənaətidir. Üstəlik, bu yanaşma bir neçə başqa super güc də verir. Məsələn, eyni tipli datanı bir yerdə saxlamaq onu daha yaxşı sıxmağa imkan yaradır. CPU da yalnız lazım olan datanı keş yaddaşına yüklədiyi üçün daha səmərəli işləyir. Yaxşı, bir addım da irəli gedək. Məlumatın harada olduğunu və necə düzüldüyünü bildik. Amma milyonlarla, bəlkə də milyardlarla qeydin içindən o tək birini, iynəni samanlıqda axtarar kimi yox, ildırım sürəti ilə necə tapırıq? Gəlin bu suala cavab tapmaq üçün hamımızın bildiyi bir misala baxaq. Cavab əslində hər gün gördüyümüz bir şeydir. Əlbəttə ki, kitabın arxasındakı mündərizatdan, yəni indeksdən istifadə edirsiniz. Verilənlər bazası da eyni ilə bu qədər sadə, amma dahi bir prinsipdən yararlanır. Yəni indeks əslində bir qısa yoldur. O, ayrıca saxlanılan və axtardığınız məlumatın cədvəlin hansı hissəsində olduğunu birbaşa göstərən kiçik bir bələdçi fayldır. İndi isə bütün bu bildiklərimizi, bütün bu parçaları bir yerə yığaq və böyük mənzərəyə baxaq. Bütün bunların arxasında duran əsas fəlsəfə nədir? Baxın, mənbə materialında o qədər gözəl bir bənzətmə var ki, deyir ki, verilənlər bazası arxitekturasını seçmək əslində bir şəhər salmağa bənzəyir. Bir tərəfdə şəhər ətrafı qəsəbələr var, hər yerə yayılıb. Bu, bizim sətir yönümlü bazamızdır. Hər ev, yəni hər qeyd ayrıca bir vahiddir və bir evinə, yəni bir istifadəçinin bütün məlumatlarına çatmaq çox asandır. O biri tərəfdə isə sıx, hündür göydələnlər şəhəri var.
Bu da bizim sütun yönümlü bazamızdır. Burada məqsəd tək-tək evlərə girmək deyil, bütün şəhərin nəqliyyat axını kimi böyük analizlər aparmaqdır. Və beləliklə gəldik son, amma ən vacib suala. İndi bir anlıq dayanıb düşünün. Sizin üzərində işlədiyiniz tətbiqin məlumatları necə böyüyür? Bir göydələn kimi yuxarıya doğru, yoxsa şəhər ətrafı qəsəbə kimi hər tərəfə? Unutmayın, ən yaxşı verilənlər bazası deyə bir şey yoxdur. Sadəcə sizin işiniz üçün ən doğru olan var. Əsas məsələ bu fərqləri bilib seçimi şuurlu şəkildə etməkdir.